Salam, hər vaxtınız xeyir olsun. Bugün 13-cü bölmə sınaq 2-nin izahına baxırıq. Birinci sual. Buynuz meyvə və toxumca meyvə müvafiq olaraq hansı fəsilələr üçün xarakterikdir? Buynuz meyvə xaç çiçəklərdə, mürəkkəb çiçəklərdə isə toxumca meyvəyə rast gəlinir. D variantı. Şəkildə təsvir olunmuş bitki haqqında hansı fikir səhvdir? Şəkildə təsvir olunmuş inçiçəyi bitkisidir. Çiçək qrupu sadə salxımdır. Kökümsovlu çoxillik otdur. Doğrudur. Meyvəsi qırmızı rəngdə gilə meyvədir. Səhvdir. Kölgə sevən bitkidir. Doğrudur. Çiçək yanlığı sadədir. Bəli, sadədir. Çünki çiçək yanlığına nə kəsə yarpağı, nə də ləçək yoxdur. Ləçəkləri əvəz edən 6 dənə rənglənmiş, rəngli formada yarpaqcıqlara rast gəlinir. Verilən bitkilərdən hansının kökündə azot toplayıcı bakteriyalar ola bilər? Azot toplayıcı bakteriyalara paxlallar fəsiləsində rast gəlinir. Paxlallar fəsiləsinin nümayəndəsi mərci, soya, paxlal, lobya və s. kimi bitkilərdir. Bu bitkilərdən biri fərqli fəsiləyə aiddir. Soya, mərci, akasiya, yonca paxlallar fəsiləsinin nümayəndəsidir. Topinambur mürəkkəb çiçəklər fəsiləsinin nümayəndəsidir və meyvə tipi toxumca meyvədir. Başlanğıc sayı 4 olan bakteriyaların başlanğıc sayıya baxırıq ki, N0 bərabərdir 4-dür. Bakteriyaların sayı 16 dəfə artmışdır. Yəni NT bölünsün N0 bərabərdir 16. Bu zaman əmələ gələn nəsil sayının N bərabərdir sual. Bölünməyə məruz qalan fərdlərin sayına olan nisbəti neçədir? NT çıxılsın N0 bərabərdir sual işarəsi. Əgər NT bərabərdir, N0 vurulsun 2 üstü N düsturundan 2 üstü N-i tapsaq, NT bölünsün N0 edər ki, o da bərabərdir 16-ya. 2 üstü N bərabərdir 16, 2 üstü 4 də bərabərdir. N bərabərdir, nəsil sayımızı tapdıq ki, 4-dür. Və nəsil sayı 4-dürsə, sonda əmələ gələn bakteriyaların sayını tapmaq üçün başlanğıc bakteriya sayını vurarıq 2 üstü N-ə. Başlanğıc bakteriya sayımız 4. 2 üstü N-imiz isə 2 üstü 4-ə bərabərdir. 4 vurulsun 16 bərabərdir 64-ə. Sonda əmələ gələn bakteriya sayı NT çıxılsın N0 bərabərdir. 64-dən çıxaram. Başlanğıc bakteriya sayı 4, 60 taparam. Nəsil sayını bayaq tapdıq ki, 4-ə bərabərdir. Və bizə də deyir ki, əmələ gələn nəsil sayının 4-ün bölünməyə məruz qalan fərdlərin sayına olan nisbəti neçədir? Tapdıq 60. Bunu da ixtisar apardıqda 1-in 15-ə, yəni cavabımız B variantı olar. 6-cı suala baxırıq. Müəyyən qədər ilkin bakteriya sayı 2 saat ərzində bölünmüşdür. Artıq biz bilməliyik ki, N bərabərdir T bölünsün 20 düsturunda həmişə 2 saat verildisə 60 dəqiqəyə vururuq, 20 dəqiqəyə bölürük. 3 dəfə bərabərdir, nəsil sayımız 6-dır. Deməli, həmişə 2 saat ərzində dedisə, nəsil sayı 6-ya bərabərdir. Bu zaman bölünməyə məruz qalan fərdlərin maksimum sayı 504 olarsa, 4-cü bölünməyə məruz qalan fərdlərin sayı neçə olar? NT çıxılsın N0 bərabərdir 504-dür. Bayaq da tapdığımız kimi NT bərabərdir N0 vurulsun 2 üstü N-in yerinə 6 yazırıq və N0 vurulsun 64, 64 N0 edər. Əgər 64 N0 NT-ni yerinə qoysaq, çıxılsın N0 bərabərdir 504-ə, 63 N0 bərabərdir 504-ə, N0 bərabərdir 8-ə. Başlanğıc bakteriya sayının 8 olduğunu tapdıq və 4-cü bölünməyə məruz qalan fərdlərin sayı dedikdə 4-cü bölünməyə məruz qalan 2 üstü 3-ü tapmalıyıq, yəni bərabərdir 8-ə. Əgər bölünməyə bir bakteriya daxil olar isə, 4-cü bölünməyə məruz qalan fərd sayı 8 olarsa, bəs başlanğıc sayı 8 olarsa, 4-cü bölünməyə məruz qalan neçə fərd sayı olar? X bərabərdir 64-ə. Yəni 6-da cavabımız B variantıdır. 4-cü bölünmədə iştirak edən bakteriyaların sayı 64 olarsa, 4-cü bölünmədə iştirak edən bakteriyaların sayı 64-dürsə, biz bilirik ki, 4-cü bölünməyə məruz qalan bakteriya sayını 2 üstü 3 ilə hesablayırıq və bərabərdir 8. İştirak edən bakteriyaların sayı əgər bir bakteriya bölünməyə məruz qalanda
4-cü bölünmədə iştirak edənin sayı 8-dirsə, bəs 64 dənəsi 4-cü bölünmədə iştirak edəndə neçə dənə olacaq? Cavabımız 8-ə bərabər olacaq. Deməli, başlanğıc bakteriya sayımız 8-ə bərabərdir. 2 saatdan sonra maksimum neçə bakteriya əmələ gələr? Bayaq biz nəsil sayını 2 saatın 2 vurulsun 60 bölünsün 20 ilə hesabladıqda 6 olduğunu tapdıq. Yəni nəsil sayımız 6-ya bərabərdir. Neçə bakteriya əmələ gələr? NT bərabərdir. N0 vurulsun 2 üstü N düsturundan tapaq. NT bərabərdir. Başlanğıc sayımız 8 vurulsun 2 üstü 6. 8-i 64-də vurduqda əmələ gələn bakteriyalarımızın sayı 512 edər. Və bu zaman, bu müddət ərzində neçə bakteriya bölünməyə məruz qalır? NT çıxılsın. Sonda əmələ gələn bakteriya sayı 512-dir. Başlanğıc bakteriya sayını çıxarıb 8-i bərabər olar 504-də. Cavabımız 7-də C variantı. Baxırıq ki, qırmızıbaş yoncanın bir çiçək qrupunda olan çiçəklərdə cəmi 60 qayıqcıq var. Biz bilirik ki, ümumiyyətlə paxlalıların bir çiçəyində bir dənə qayıqcıq olur. Bəs 60 dənə qayıqcıq neçə dənə çiçəkdə olacaq? Tapırıq ki, elə 60 çiçəkdə. Biz yoncanın başçıq çiçək qrupunda saplaqsız oturduğunu bilirik. Saplaq 0-a bərabərdir. Əgər hamısı bütün çiçəklərdə çiçək saplağı yoxdur. O zaman 60 dənə çiçəyin hamısında çiçək saplağı 0, çiçək saplağı 0-a bərabərdir. Amma gördüyünüz kimi bir dənə başçıq şəkilli çiçək qrupunda bir əsas ox var. 0-ın üstünə də 1 gəldikdə bərabərdir 1 edər. Y variantı. Səbətində bərabər sayda çiçəyi olan bitkilərin hansının çiçək qrupundan daha çox meyvə əmələ gələr? Təbii ki, günəbaxan da, göy çiçək də, astrada, andız da səbət çiçək qrupuna malikdir. Sadəcə onların çiçək qrupunu təşkil edən çiçəklərdən bəzilərinin erkəkcik dişiciyi 0-dır. Amma zəncirotunun bilirik ki, dilcik şəkilli çiçəklərinin hamısında kəsa 0, 5 dənə bitişik ləçək, erkəkcik 5 dənə, dişicik 1 dənə. Hər biri meyvə əmələ gətirə bilən çiçəklərə malikdir. O zaman cavabımız B variantı zəncirotu olacaq. Sonra 10-cu suala baxırıq. 10-cu sualda 2 saat ərzində müəyyən qədər bakteriya əlverişli şəraitdə maksimum sürətlə bölünmüşdür. Bayaqdan biz 2 saat ərzində nəsil sayının 6 olduğunu hesablayıb tapırdıq. Bölünməyə məruz qalan ümumi fərdlərin sayı 252 ədəd olarsa, yəni ki, NT çıxılsın N0 bərabərdir 252 və NT yenə təkrarən N0 vurulsun 2 üstü 6, yəni 2 üstü N-in yerinə nəsil sayının 6-nı qoyduqda 64 N0-a bərabər olacaq. NT-nin yerinə 64 N0-ı qoyduqda çıxırıq N0, 252, 63 N0 bərabər olur. 252 bölünsün, 63, o da eləcək 4 dəfə. Deməli, bizim başlanğıc bakteriya sayımız 4-üymüş. Və başlanğıc bakteriya sayımız əgər 4-ə bərabərdirsə, NT çıxılsın N0-da 252-dirsə, əgər biz NT çıxılsın N0 düsturundan N0-ın yerinə 4 qoysaq, NT çıxılsın 4 bərabər 252-yə, sonunda əmələ gələn bakteriyaların sayının 256 olduğunu taparıq. 256 dənə bakteriya 4 dənə bakteriyanın bölünməsindən əmələ gəlmişdir. 4 dənə bakteriyanın bölünməsindən 256 bakteriya əmələ gəlibsə, birindən X. Bunları ixtisar getdikdə tapırıq ki, neçə dəfə olar? 256-nı bölərik 4-ə. 6 dəfə, 4 dəfə, 64 dənə bakteriya əmələ gəlmişdir. Bir bakteriyanın neçə fərdi sonuncu bölünməyə məruz qalar deyirsə, bilirik ki, 32 dənə bakteriya 20 dəqiqə ərzində bölünməsi nəticəsində 64 dənə sonunda bakteriya əmələ gəlmiş olacaq. Cavabımız A variantıdır. 11-ci sual.
40 ədəd adi şam toxumunun əmələ gəlməsi zamanı mayalanmada neçə hüceyrə iştirak etmişdir? Çılpaq toxumlarda bir toxumun əmələ gəlməsində 2 hüceyrə iştirak edir. Biri yumurta hüceyrə, biri spermi. Və 40 dənə toxumun əmələ gəlməsində isə 80 dənə hüceyrə iştirak edər. B variantı. Baxırıq növbəti sualımıza. 12-ci sual. Şəkildə verilən canlı bakteriyadır. Aid olduğu aləmin nümayəndələrində, yəni bakteriyalarda ola bilməz. Bakteriyalarda hüceyrə divarı var. Xlorofil aid olduğu aləmin nümayəndələrində ola bilməz. Xlorofil bəzilərində siyanobakteriya, yaşıl bakteriya, qırmızı bakteriyalarda var. Ribosom demək olar ki, bütün aləmlərdə var. Plazmatik membran hüceyrə divarının altında, sitoplazmanın üst tərəfində yerləşmiş olur. Və membran quruluşuna malik olan orqanoidlər bakteriyalarda ümumiyyətlə rast gəlinmir. Cavab B variantıdır. Başlanğıc sayı 2 olan bakteriyalar maksimum sürətlə 2 saat ərzində bölünmüşdür. Biz bilirik ki, başdan ayağa videoya baxdıqda görəcəksiniz ki, hər dəfə nəsil sayını 2 saatla hesablamışıq və 2 saatla 6 nəsil etmiş olur. Başlanğıc sayı bizə 2 vermişdir. Başlanğıc sayı 2 olan bakteriyalar maksimum sürətlə 2 saat ərzində bölünmüşdür. Bu zaman ərzində əmələ gələn nəsil sayı ilə bölünməyə məruz qalan fərdlərin saylarının cəmi neçə edər? Nəsil sayı bərabərdir suala. NT çıxılsın N0 bərabərdir suala. NT çıxılsın, NT bərabərdir 2 vurulsun 2 üstü 6 bərabər 2 üstü 7 bərabərdir 128-ə. Və 128-dən çıxaram N0-ı, NT-dən N0-ı çıxdıqda 126 edər. Nəsil sayımız isə 6-ya bərabərdir. Nəsil sayımız 6, NT çıxılsın N0-ımız isə 126-dır. Və bizdən də bölməyə məruz qalan fərdlərin saylarının cəminin neçə olduğu soruşulur. 126-nın üstünə 6 gəldikdə cavabımız 132 edər. Yəni cavabımız A variantıdır. Adi şamın tozcuqlarında olan hava qovuqcuqlarının sayı 6000-ə bərabərdir. Bir tozcuqda 2 hava qovuqcuğu vardır. 6000 dənə hava qovuqcuğu x qədər tozcuqda olacaq, bərabərdir 3000 dənə tozcuq. Və bizə deyir ki, hər bir tozcuq hissəsində yazıram bir tozcuq hissəsində 100 dənə tozcuq varsa 3000 dənə tozcuq x qədər tozcuq hissəsində olar. Tapdıq ki, x bərabərdir 30 dənə tozcuq hissəsi. Və hər bir dənə pulcuqda 2 dənə tozcuq hissəsi varsa 30 dənə tozcuq hissəsi x qədər pulcuqda olacaq. Cavabımız 15 A variantı. Verilən bitkilərin hansında yumurtalıq sayı yumurtacıq sayına bərabərdir? Təbii ki, yumurtalıq sayı yumurtacıq sayına bərabər olan bir toxumluları olacaq. O da taxıllar fəsiləsinin nümayəndəsi olan düyünü seçərik, çünki dən meyvəyə malikdir. Hansı bitki və bitkilərin şəkil dəyişməsində 2 növ vegetativ orqan iştirak edir? Burada biz meyvə kökləri yığarıq. Meyvə köklərdən yer kökü, turp, yəni 1 və 4 cavabımız D variantıdır. Çünki meyvə köklərinin əmələ gəlməsinə gövdənin aşağı hissəsi və əsas kök iştirak etmiş olur. Ona görə də kök və gövdə iştirak etdiyindən 2 növ vegetativ orqan iştirak edir deyirik. Gövdəsi küləş deyil, şəkər qamışında və qarğıdalıda küləş gövdə deyil. Hansı bitkinin çiçək düsturunda 5 kəsə yarpağı olsaydı, çiçək düsturu badımcan bitkisində olduğu kimi olardı? Deməli, mürəkkəb çiçəklər axtaracağıq. Çünki mürəkkəb çiçəklərdə K0L5 bitişik, E5 bitişik, D1 şəklindədir. Amma badımcan çiçəklərdə K5 bitişik, L5 bitişik, E5 bitişik, D1-dir. Yəni, bu mürəkkəb çiçəklərə, bu isə badımcan çiçəklərə aiddir. Hansı bitkinin çiçək düsturunda 5 kəsə yarpağı olsa, yəni mürəkkəb çiçəklə axtaracağıq ki, astrada əgər 5 dənə kəsə yarpağı
yerləşdirsək, o zaman badımcan çiçəklərdəki çiçək düsturu alınacaq. Cədvələ əsasən X bitkisini tapın. Meyvəsinin quruluşu çoxtoxumlu quru, tozlanma üsulu isə həşəratlarla olsun. Çoxtoxumlu quru deyil, bibər, gilə meyvədir, çoxtoxumlu şirəli meyvədir. İnçiçək çoxtoxumlu şirəli meyvədir. Pambıqda bilirik ki, öz-özünə tozlanma gedir. Noxudda öz-özünə tozlanma gedir, amma çoxtoxumlu quru meyvələrdir. Pambıq qutucuq, noxud isə paxla meyvədir. Bir dənə cavab qalır ki, kələm buynuz meyvədir, çoxtoxumlu qurudur, amma tozlanma üsulu həşəratlarla getmiş olur. 20. Günəbaxanın səbət çiçək qrupunda 1000 çiçək vardır. Bu çiçək qrupunda ləçəklərin sayının erkəkçiklərin sayına olan nisbəti onun 7 kimidir. Deməli, 1000 dənə çiçək varsa, bu çiçək qrupunda ləçəklərin sayının erkəkçiklərin sayına olan nisbəti onun 7 kimidir. Əgər bu çiçək qrupunda mayalanmada iştirak edən qametlərin sayı 1800 olmuşsa, neçə boru şəkilli çiçəkdə mayalanma getməmişdir? Biz bilirik ki, əgər 1000 dənə çiçək varsa, onun hər birində ləçək var. Çünki uşaqlar K0, L5, həm K0, L5. Deməli, həm boru şəkilli çiçəkdə, həm də dilcik şəkilli çiçəklərdə K0, L5-ə bərabərdir. Boru şəkilli də erkəkcik də var, dişicik də var. Amma dilcik şəkilli də erkəkcik də, dişicik də 0-a bərabərdir. Və ona görə də hər bir çiçəkdə ləçək olduğuna görə 1000-i 5-ə vurarıq, 5 ləçəyə. Taparıq ki, 5000 dənə ləçəyə malikdir. Amma erkəkcik sayımızı, boru şəkilli çiçəyin sayını tam dəqiq bilmədiyimizə görə x yazırıq. Yaxşı, 5000-dən 10-a necə gedə bilərik? Deməli, 5000-i 500-ə bölməklə gedə bilərik. 20-ci sual. Günəbaxanın səbət çiçək qrupunda 1000 çiçək vardır. Yazırıq 1000 dənə çiçək. Çiçəklər iki cür olur. Bir var boru şəkilli çiçəklər, bir də var dilcik şəkilli. Boru şəkilli çiçəklərdən meyvə əmələ gəlir. K0, L5 erkəkcikli və dişicikli çiçəklərdir. Amma dilcik şəkillərində isə yalnız ləçək var. Erkəkcikləri də, dişicikləri də 0-a bərabərdir və meyvə vermirlər, sadəcə həşəratları cəlb etmək üçündür. Və bu çiçək qrupunda ləçəklərin sayının erkəkciklərə sayı nisbəti onun 7 kimidir. Yaxşı, burada say onun 7-yə kimidirsə, 1000 dənə çiçəyin hər birində ləçək görürsünüz ki, ləçək olduğuna görə 1000 dənə çiçəyi vurarıq 5-ə. Taparıq ki, ümumilikdə 5000 dənə nə var? Ləçək var. Yaxşı, ümumilikdə ləçək sayımız 5000-ə bərabərdirsə, biz bunu, yəni ondan 5000-i necə almışıq? 500 dəfə artırmaqla. Demək ki, 7-ni də 500 dəfə artırsaq, olacaq 3500 dənə erkəkcik. Və belə bir qənaətə gəlirik ki, 3500 dənə erkəkcik, əgər bir boru şəkillidə 5 dənə yuxarıda gördüyünüz kimi erkəkcik olarsa, 3500 dənə erkəkcik x bərabərdir 700 dənə çiçəkdə olacaq. Amma şərtdə bizə belə verir ki, boru şəkilli, əgər bu çiçək qrupunda mayalanmada iştirak edən qametlərin sayı 1800 olmuşsa, mayalanma yalnız boru şəkilli çiçəklərdə gedir. 1800 dənə qamet iştirak edibsə, x qədər boru şəkilli çiçəkdə, bir boru şəkilli çiçəkdə isə 2 spermi, 1 yumurta hüceyri olmaqla 3 qamet iştirak edir. Bunları ixtisar apardıqda x bərabərdir 600 dənə çiçəkdən meyvə əmələ gəldiyini görürük. Baxırıq ki, ümumilikdə 700 dənə boru şəkilli var. Bunun 600 dənəsində mayalanma prosesi getmişdirsə, 100 dənəsində mayalanma prosesi getməmişdir. Cavabımız A variantıdır. Hansı sırada bitkilərin bir çiçəyinin mayalanmasında iştirak edən spermlərin sayının artma ardıcıllığı doğru verilibdir? Bilirik ki, biz bir toxumludan üzü qutucuq meyvəyə doğru getməliyik. Burada da bir zəncirotu mürəkkəb çiçəklərə aiddir. Toxumca meyvədir, bir toxumludur. Lobiya bilirik ki, paxlallara aiddir, çox toxumludur. Və dəlibəng qutucuq meyvədir və onda da çox toxumlu olduğunu bilirik. Sonra burada Y variantıdır. Gitskan, çökə, alodeya bitkilərin hər birinin bir zoğu götürülmüşdür. Çökə zoğunda olan boğum sayı gitskan zoğunda olan boğum sayından bir vahid az.
LOD zoğunda olan boğum sayı isə cökə zoğunda olan boğum sayından bir vahid azdır. Əgər gecikən zoğunda cəmi 18 yarpaq olarsa, bu zoğlarda yarpaqların minimum saylarının cəmi neçə olar? Yazırıq gecikən cökə LOD-ya. Hər birində gecitkəndə x qədər boğum varsa, cökə ondan bir vahid azdır, LOD-ya da cökədən bir vahid azdır. Bu nə oldu? Bu boğum sayı oldu. Boğum. Və bizə deyir ki, əgər deyir ki, gecitkən zoğunda cəmi 18 yarpaq olarsa, bilirik ki, gecitkən zoğunda bir boğuma 2 dənə yarpaq birləşirsə 2x qədər yarpaq olacaq. X-i buradan tapdıqda 18-i 2-yə bölürük, 9 olur. Deməli, gecitkanın 9 dənə boğumu var. 9-dan 1 çıxanda 8 boğum cökədədir. 9-dan 2 çıxda 7 dənə də LOD-ya nə vardır? Boğum vardır. Və bizdən soruşur ki, bu zoğlarda yarpaqların minimum saylarının cəmi neçə olar? Gecikanda 9 boğuma hər birinə 2 dənə yarpaq birləşdiyinə görə vururuq 2-yə. Üstə gəlirik. 8 dənə cökənin hər bir boğumuna bir yarpaq birləşdiyinə görə vururuq 1-ə. Üstə gəlirik. 7 dənə LOD-ya minimum say istəyirsə, vururuq 3-ə. Bərabərdir. 18 plus 8 plus 21 bərabərdir. 18-in üstünə 8 gələndə 26, 26-nın üstünə 21 gəldikdə isə 47 edər. Yəni cavabımız 22-də A variantına bərabərdir. Növbəti sualımıza baxaq. Yanlış fikri göstərin. Çiçəkli bitkilərdə əlavə köklərin inkişaf etdiyi orqan təbii ki, yarpaq ola bilər, gövdə ola bilər. Vegetativ çoxalmada iştirak edə bilər. Fotosintez prosesini yerinə yetirə bilər. Yarpağa görə bəli. Təpə buruncuğuna malik ola bilər. Gövdəyə görə bəli. Şəkil dəyişərək ehtiyat qida toplaya bilər. Təbii ki, yarpaq da toplaya bilər və gövdə də toplaya bilər. Əsas kökə başlanğıc verə bilən toxum olduğuna görə nə gövdə, nə də yarpaq bura aid deyil. Verilən fikirlərdən hansı doğrudur? Mayalanma getmədən əmələ gələn meyvələrə yalançı yox, axta meyvələr deyilir. Növbəti, bir çiçəkdən çoxlu meyvə əmələ gələ bilər. Təbii ki, bir çiçəkdə əgər çoxlu dişicik varsa, bu ola bilər. Meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edə bilər. Bu da doğrudur. Çiçək yumurtacıq sayı yumurtalıq sayından az ola bilər. Yəni yumurtalıq həmişə 1-dir. Yəni yumurtacıq sayı neçə ola bilər ki, yumurtalıqdan az olsun? Ona görə yanlışdır. Çiçəkdə yumurtalıq sayı dişicik sayından çox ola bilər. Bu heç vaxt olmaz. Çünki dişicik, ağızcıq, sütuncuq yumurtalıqdan ibarətdir. Çiçəkdə yumurtalıq sayı dişicik sayına bərabər olur. Ona görə də cavabımız olacaq A variantı. 25. Başlanğıc sayı 5 olan başlanğıc say N0-ımız bərabərdir. Bəli, 5 olan bakteri 100 dəqiqə ərzində bərabər sürətlə bölünərək sayı 80 olmuşdur. Bölünmələr arasındakı müddətin neçə dəqiqə olduğunu müəyyən edin. Başlanğıc bakteriyadan ta addım 80 bakteriya əmələ gələnə qədər davam edək. 20 dənə, 40 dənə və 80 dənə. Gördük ki, birinci bölünmə, ikinci bölünmə, üçüncü və 4 bölünmə keçirmişdir. 100-ü 4 bölünməyə ayırdıqda hərəsinə 25 dəqiqə düşür. Deməli, cavabımız 25-də B variantıdır. Hansı bitkinin bütün fərdlərinin malik olduğu çiçəklərdə cütlük əmələ gələ bilər? Cütlük o deməkdir ki, yəni zigot yarana bilər. Söhbət zəncirotudan gedir. 2 evlidir söyüd, 1 evli, bir cinsli olduğuna görə bütün çiçəklərdə olmayacaq. Sonra Günəbaxanın dilcik şəkillərində, göy çiçəyin yalancı qıf şəkillərində olmayacaq. Bütün növ vegetativ orqanların üzərində əmələ gəlir. Yəni kökdə də, gövdə də, yarpaqda da əmələ gələn yalnız əlavə tumurcuqdur. Cavabımız olacaq D variantı. 28. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Bəli, deməli, başlanğıc bakteriya sayını bizə veribdir. N0 bərabərdir 6. Bölünməyə sərf olunan zaman T bərabərdir 6 saat. Artıq biz N bərabərdir. T bölünsün 20 düsturundan 6-nı vurarıq. Neçə saat verilibdir? 2 saat. 2 vurulsun 60 dəqiqə bölünsün 20. Olacaq 6 nəsil.
Yaxşı, bəs bizdən nə istəyir burada? Başlanğıc bakteriya sayını 6 veribdir. Sonda əmələ gələn nəsil sayını istəyir. Tapdıq 6-dır nəsil sayı. Və 5-ci bölünmədən əmələ gələn sözü desə, 2 üstü neçə veribsə yazırıq 5. 2 üstü 5-imiz 32 edər. Yaxşı, bir bakteriya bölünməyə daxil olduqda 32 dənə bakteriya 5-ci bölünmədən əmələ gələrsə, başlanğıc bakteriya 6 olduqda neçə olar? 192 olar. Yaxşı, x plus y qiyməti nəsil sayına üstünə gələrəm, olar 198. Yəni cavabımız C variantı olacaq. Yanlış cavabı seçin. Şibyənin aşağı qabıq qatında göbələk hifləri olur. Bu fikir doğrudur. Həm yuxarı qatında, həm də aşağı qatında. Ümumiyyətlə, göbələk hifləri hər yerində olacaq şibyənin. Sadəcə üst və alt hissədə yalnız göbələk hifləri olacaq. Şibyənin yuxarı qabıq qatının əmələ gətirən hüceyrələr prokariot ola bilər. Bu yanlışdır. Bayaq da dediyimiz kimi yuxarı və aşağı qabıq qatını əmələ gətirən hissə göbələklərdir. Onlar da prokariot deyildir. Cavabımız B variantıdır. Şibyo iki orqanizm qarşılıqlı əlaqəsi nəticəsində əmələ gəlir. Doğrudur. Ya yosun ola bilər, göbələk ola bilər, ya da siyanobakteriya və göbələk. Şibyənin tərkibində prokariot redusent ola bilməz. Bu fikir əlbəttə ki, doğrudur. Prokariot avtotrof canlı olacaq. İşıq olmayan yerdə fotosintez etmədiyinə görə şibyə tollumu olmaz fikri də doğrudur. 30-cu suala baxırıq. Sxema əsasən x-in qiymətini tapın. Adi şam qozası erkək qoza verilmişdir. Hər tozcuq hissəsində olan tozcuq sayını 100 dənə veribdir. Tozcuqlarda hava qabarcıqlarının sayı 2400 veribdir. Biz bilirik ki, bir tozcuqda 24000 hava qovuqcuğu var. 2 hava qovuqcuğu isə hava qovuqcuqları olarsa, bu nə qədər toxumda olar? Əgər belə deyək, bir dənə yenidən yazaq bunu. Belə deyək ki, əgər 24000 hava qovuqcuğunu bölsək 2 hava qovuqcuğuna, taparıq ki, 12000 dənə əlimizdə tozcuq var. Tozcuq. Hər bir 12000-i hər tozcuq hissəsində olan tozcuq sayı 100-dürsə, bölərəm 100-ə. Deməli, 120 dənə tozcuq kisəsi var. Və biz bilirik ki, pulcuğun üzərində tozcuq kisələri 2 dənə yerləşir. Ona görə də 120-ni bölərəm 2-yə bərabərdir 60 dənə pulcuq edər. Bizdən də pulcuqların sayı soruşulurdu. Cavabımız C variantı olacaq. Verilən canlıların içərisində ehtiyat qida maddəsi nişastadır. Təbii ki, şampinyon göbələklərdə və heyvanlarda nişastanın əvəzinə heyvani nişasta glikogen olur. Və burada cavabımız 3C variantıdır. Verilən çiçək düsturlarından hansı ikinci çörək adlandırılan bitkiyə aiddir? Söhbət kartofdan getdiyinə görə kartof badımcan çiçəklərə aiddir. Və bu zaman badımcan çiçəklərin çiçək düsturu K5, L5, Y5, D1 şəklində olacaq. Növbəti tapşırığımıza baxırıq. İynəyarpaqlı bitkidə olmur. İynəyarpaqlı bitkidə təbii ki, erkəkçiyi olmayacaq. Qalan hər şey A, B, C, Y variantları olacaq. Erkəkçik və dişicik iynəyarpaqlı bitkilərdə olmur. Adi küknarın bir qozasında inkişaf edən toxumların sayı 60 ədəddir. Bu toxumların əmələ gəlməsi zamanı mayalanmada bir toxumda 2 hüceyrə iştirak edərsə, 60 dənə toxumda 120 dənə iştirak etmiş olacaq. Yəni B variantıdır. Yanlış bəndi seçin. Erkək qametləri spermatozoid adlanan bitkilərin ilkin cücərtisi protal adlana bilər. Biz bilirik ki, spermatozoid bir mamırlarda, bir də qıcılarda. İlkin cücərti protal adlana bilər fikri doğrudur, çünki qıcılarda belədir. Kök gövdəsi ola bilər. Bu qıcılarda saçaqlı kök və gövdəsi var. Meyvəsi olar fikri yanlışdır. Başlanğıc sayı 6 olan bakteriya 3 saat ərzində maksimum sürətlə bölünmüşdür. Bu zaman 5-ci bölünməyə 4 bakteriyanın neçə fərdi məruz qalmışdır? 5-ci bölünməyə məruz qalmışdır deyirsə, 2 üstü 4-ü tapırıq, bərabərdə olur 16 dənə. Bir bakteriya bölünməyə daxil olduqda 5-ci bölünməyə məruz qalmış bakteriya sayı 16-dırsa, bəs 4 bakteriya neçə fərdi məruz qalar?
Tapırıq ki, 64 dənə. Yəni cavabımız B variantıdır. Əvvəllə işimiz olmur. Mayın çiçəyinin çiçəklərində olan dişicik ağızcıqlarının sayı n olarsa çiçəyin daxilində düzülmüş egəciklərin sayı neçə olar? Biz bilirik ki, mayın çiçəyi zambaqlara aiddir. Zambaqlarda çiçəkdəki yarpaqçıqların 3-ü xaricdə, 3-ü daxildə, egəciklərin 3-ü xaricdə, 3-ü daxildə, 3-ü xaricdə. Dişicik isə 1 olur və dişiciyin ağızcığı isə 3 ağızcıqlı olur. Və əgər daxildə düzülmüş erkəkçiklərin sayını biz buradan 3 götürdüksə, 3 ağızcıq 3-ə bərabərdirsə, n-də də n olacaq. Yəni cavabımız A variantıdır. Şibələrin əmələ gəlməsində neçə aləmin nümayəndəsi iştirak edir? Təbii ki, heyvanları çıxmaq şərti ilə bitkilər, göbələklər və bakteriyalar iştirak etmiş olur. Növbəti şəklə baxdıqda, burada mukor, maya və penisil görürük. Çift göbələyidir. Bizdə A göbələyi, yəni mukorun penisil və maya göbələklərindən fərqi soruşulur. A göbələyi çift göbələkdir. Bəli, burada penisil də çift göbələyidir. Ona görə fərqlənmir. Mitseliyə malikdir. Burada çift göbələyindən olan penisil də mitseliyə malikdir. Bir hüceyrəli çox nüvəlidir. Bu mukora məxsusdur. Penisil çox hüceyrəli bir nüvəlidir. Maya isə bir hüceyrəli bir nüvəlidir. Dərman istehsalında bilirik ki, penisilin antibiotik alınır. Parazit göbələkdir. Burada parazit göbələk yoxdur. Eylerven diaqramına əsasən uyğun bəndləri müəyyən edin. İşıq sevən bitkidir. İşıq sevən bitki adi şam olacaq. Torpağın bütlüyünə tələbkar deyildir. Rütubət sevən bitkidir. Yarpaqlarının ömrü 5-7 ildir. Bir toxumun əmələ gəlməsində 2 qamet iştirak edir. Burada hər ikisinə aiddir. O zaman cavabımız Y variantı olacaq.